Diqqətlə baxın, paltaryanla bağlı sizə göstərəcəyim bir dənə məlumat var. Gördüyünüz bu paltaryanın bakı anarazı bak deyil. Şurupla sanır. Şurupla anarazı bakların fərqi nədir? İzah edirəm. Gördüyünüz bu şurup var, baxın. Bu şurupla olan baklarda odur ki, bu şurupla olanda paçeniki dəyişmək asandır. Sökdün, çıxartdın, dəyişdin. Asan deyil. Yəni anarazı baka baxanda asandır yəni. Bu asılır yığılır. Amma anarazı baklar necə olur? İndi onu göstərirəm. Diqqətlə baxın. Anarazı bak da belə olur. Gördüyünüz kimi. Çox adam buradan kəsir kleylə, şurupla, çox əziyyətlə kəsirlər, doğrayırlar, buradan düzəldirlər, buradan şurup kleyirlər. Bunda gələcəkdə pur kleyin iyisi gəlir. Paltarlardan buraxma ehtimalları olur. Bu isə mənim yeni üsulumdur. Ölkədə bunu heç kim eləmir. Anarazı bakları belə üsulla kəsib yığıb verirəm. Diqqətlə baxın. Öz materialı ilə gördük, öz materialı ilə, öz aparatı ilə tikilir. Kim istəsə paltaryanın anarazı bakdı, paçenliklərinin yığılmağını istəyirsə, o dəfə biri mənə zəng edib deyir, gəldilər mənə 400 manat pul dedilər. Sən neçə yığarsan? Mən dedim ki, mən onun yarısına yığaram. Gətirdi bura servisə yığdım verdim. Yəni ki, yığılmayan anarazı bak varsa, deyən ki, bunu heç kim yığa bilmir ölkədə. Gətir mən yığacam onu sizə.